Dostlar, ikinci günün ikinci videosunda yenidən qarşınızdayım. Bu dəfə sizlə reading mətnlərinə bir giriş olaraq başlıq hazırlamışam. Burada mənim sizə məqsədim hələ ki suallar üzərində işləməkdən öncə ümumiyyətlə readingə necə giriş eləmək lazımdır, reading mətnlərinə necə hazırlaşmaq lazımdır. Bu istiqamətdə sizə bir məsləhət vermək istəyirəm. Belə deyək dostlar, reading mətnlərində bizi 8 sual gözləyir. Bu 8 sualın 4 dənəsi qapalı sualdır, 4 dənəsi açıq sualdır. Və şagirdlərin həqiqətən də xüsusi əziyyət çəkdiyi hissələr məhz o açıq sualların cavablandırılması hissəsidir. Bunların hər biri ilə də, hətta oradakı açıq sualların da hər biri ilə bağlı mənim ayrıca da videolarım olacaq irəli hissələrdə ki, planda da bunu görə bilərsiniz. Hər bir suala ayrı-ayrılıqda toxunub onun incəliklərindən danışacağıq. Bugün isə readingə bir ümumi şəkildə giriş edirik. Mənim sizə reading mətnləri ilə bağlı ilk tövsiyəm əvvəlcə mətni oxumamışdan qabaq sualları gözdən keçirməyinizdir. Şagirdlər adətən birinci mətni oxuyub, sonra suallara baxırlar və burada biraz vaxt itkisi olur. Siz fərqində olmursunuz bəlkə də bunun, amma siz belə deyək, dinləmə mətnini oxuduqdan sonra suallara qayıdırsınız. Və sualları oxuduqdan sonra təzədən bir də mətnə qayıdırsınız həmin sualları mətndə axtarış eləməyiniz üçün. Və bunun qarşısını almaq üçün daha məsləhətli variant odur ki, siz birinci suallara baxacaqsınız, suallarla tanış olacaqsınız və sonra mətni oxumağa başlayanda artıq siz sualları bayaq oxumusunuz deyə qayıdıb birbaşa şəkildə həmin sualların cavabını tapa biləcəksiniz. Yəni mətn hissə-hissə irəlilədikcə siz də sualların hissə-hissə cavabını tapmış olacaqsınız. Gəlin bunu bir ilk təcrübədə yoxlayaq. Məsələn, biz hələ ki mətnə yox, birinci suallarımıza baxırıq. Bunun bir dənə də səbəbi bilirsiniz nədir? Sualları bəzən oxuyarkən əmin olun ki, heç mətnə gəlməyə ehtiyac olmur. Sualların bəzilərinin variantlarının içərisində o qədər məntiqsiz variantlar olur ki, yəni onu oxuyarkən, sualları oxuyarkən dərhal silirsən, heç onun üçün bizim mətnə ehtiyacımız olmur. Eyni şey dinləmə suallarında da yaşanır. Onun üçün də ayrıca videoda toxunacağıq ona. Which statement is true according to the passage? Hansı fikir mətnə görə düzgündür? A variantında basketball was invented in Europe. Basketbol Avropada ixtira edilib. Ehtimaldır, bunu bilmirik. Bu barədə məlumatımız yoxdur, ola bilər. B variantında the first basketball game used soccer balls and baskets. İlk basketbol oyunları və futbol topu ilə və səbətlə oynanılıb. Ola bilər, bu da bir ehtimaldır. C variantında basketball has always been a professional game. Basketbol hər zaman profesional bir oyun olub. Burada sizə bəzi ipucularım olacaq dostlar. Xüsusilə də mətn nümunələrinin içərisində qarşımıza çıxan bəzi sözlər var ki, o sözlər əksər hallarda bizə kömək edir. Məsələn, o sözlərdən biri burada qeyd elədiyimiz always sözüdür. Hansı ki, always olan variantlar 80-90% hallarda yanlış olan variantlardır. Həmişə demirəm əlbəttə ki. Çünki bunun əksi də var, never variantı da var, heç vaxt variantı. Çünki bunun səbəbi bilirsiniz nədir? Əksər hallarda bu tip mətnlərdə həmişə və ya heç vaxt tipli nümunələr olmur. Əvvəli başqa cür olur, sonrası başqa cür olur. Yenə deyirəm, bu faiz ehtimalı çox olan nümunələr. Yəni mən diqqət edirsə həmişə demirəm, mətni hər zaman yoxlamaqda fayda var. Amma şəxsən mənim fikrimə görə burada C variantı olmayacaq. D variantı, the NBA was created in 1891. NBA 1891-ci ildə yaradılıb. Bu da ola bilər, bu da mətndən dəqiqləşdirməli olduğumuz bir məlumatdır. Və sonuncu, only Americans watch basketball games. Bir digər açar sözümüzdə only sözüdür uşaqlar. Ki, only ilə olan variantlar hətta daha yüksək faizdə, bir 90-95%də səhv olan variantlardır. Hətta bu cavabı səhv götürmək üçün heç mətnə ümumiyyətlə ehtiyacımız yoxdur. Y variantında qeyd olunur ki, yalnız Amerikalılar basketbol oyunlarını izləyir ki, bu əlbəttə yanlışdır. Biz artıq burada mətnə ehtiyac duymuruq. Yəni, ilk sualları gözdən keçirdiyimiz hissədə biz artıq variantların birini konkret şəkildə sildik. Yerdə qalan 4 variantında birində qismən yanlış olduğunu düşündük, amma əlbəttə ki, mətnə qayıdıb bunu kontrol eləyəcəyik. Amma mən artıq mətnə qayıdıb mətni oxumağa başlasam, bu sualların hansının düzgün cavabı olduğunu avtomatik olaraq tapacam və bir də mətn, sual, mətn arasında qalmayacam. Elə sual və mətn, iki hissədə. Yəni, o bir dəfədə gedib qayıtma hissəsi məni vaxt olaraq bir qədər irəli atacaq. İkinci sualımıza baxırıq. The passage is mainly about. Məsələn, mənim ilk suallardan anladığım bu oldu ki, mətn
birinci sualını bayaq gözdən keçirərkən anladığım bu oldu ki, mətn basketbol haqqındadır və indi mən bundan sonra hətta 6 dənə də sual hələ gözdən keçirəcəm və o 6 dənə sual mənə daha dəqiq artıq məlumat verəcək ki, mətn nə haqqındadır. Və burada da cavaba baxanda A variantında the development of the game, bir oyunun inkişafı, basketbol olduğunu nəzərə alsaq ola bilər. B variantı the rules of football, futbolun qaydaları. Bu böyük ehtimal ki olmayacaq, çünki biz basketboldan danışırdıq bayaq. C variantında the daily life of athletes, atletlərin gündəlik həyatı. Məntiqli variant kimi görünmür. D variantında the invention of tennis, bu dəfə də tennis qeyd olunub, tenisin ixtirası. Yəni biz basketbol haqqında danışmışdıq ilk sualda, yenə də dəqiqləşdirərik növbəti suallarımızda. Və Y variantında da cultural traditions in Canada. Kanadadakı mədəni ənənələr. Cavablar çox bir-birindən əks cavablardır, amma ilk sualımıza da biraz əsaslansaq, kəlmətlə baxmamışıq biz. Mən A variantının olacağını düşünürəm, çünki basketboldan danışdıq və burada da bir oyunun inkişafı deyirik. Və dostlar, burada sizə xüsusi bir şey vurğulamaq istəyirəm ki, mətn suallarında mətnin adı bizə heç vaxt birbaşa şəkildə verilmir. Yəni, siz basketbol haqqında bir mətn oxuyanda mətnin adı basketbol olmur. Mətnin adı insanların çox sevdiyi bir idman növü olur, məsələn, adını belə qoyurlar. Və yaxud da buradakı kimi, böyük ehtimal burada oyunun tarixindən falan da danışılıb, ona görə bir oyunun inkişafı yazılıb ad olaraq. Yəni, adı heç vaxt birbaşa gözləməyin, ad sizə dolayı yoldan verilir. Növbəti, üçüncü sualımıza baxırıq. Choose the correct answer to the questions according to the passage. Mətnə görə verilən suala düzgün cavabı tapırıq. Why did James Naismith invent basketball? Deyir, nəyə görə James Naismith basketbolu ixtira elədi? Birinci variantda to play outdoors in summer, yayda çöldə oynamaq üçün belə deyək. Ola bilər, ehtimaldır. İkidə to give students an indoor activity. Tələbələrə, indoor uşaqlar, qapalı məkanlara, outdoor da açıq məkanlar. Yəni, tələbələrə qapalı məkanda bir fəaliyyət vermək, yaratmaq məqsədi ilə. Bu da ola bilər. Basketbol açıq ərazidə də, qapalı ərazidə də oynanılır. Üçdə to prepare for football training. Futbol məşqinə hazırlaşmaq. Bax, bu cavab artıq məntiqsiz bir cavabdır və yəni, bu hissəni tamamlamır belə deyə, basketbola aidiyyatı olan bir cavab deyil. Və dörd, to help students during the cold season, soyuq fəsillərdə tələbələrə kömək etmək. Bu da ola bilər, bu da bir ehtimaldır. Ən azından burada da bir variantımızı elədik. Daha sonra dördüncü sualda yenə bizdən complete sentence şərtimiz bu dəfə cümləni tamamlamaqdır. Basketball, A variantı was always played with a special ball. Hər zaman xüsusi topla oynanılıb. Mən bayaqki birinci sualı xatırlayıram. Xatırlayırsa birinci sualda qeyd olunmuşdu ki, ilk başlarda futbol topu və səbətlə oynanılıb. İndi bu fikrin ikisindən biri demək ki, doğrudur. Bunu düz götürsəm, onu səhv götürəcəm. Yox, əgər o düz olsa, bunu səhv götürəcəm. Amma buradakı always-ə baxsaq, böyük ehtimal ki, bu səhv olacaq. Çünki bayaq dediyim kimi, always və never cavabları əksər hallarda yanlış cavab olur, amma yenə də ehtiyatda saxlayırıq. B variantında started in Canada as a professional sport. Profesional idman kimi Kanadada başlayıb. Ola bilər, bu da bir ehtimaldır. Became famous after the creation of the NBA. NBA'nin yaranmasından sonra məşhurluq qazandı. Bu da ola bilər. D variantında is only about strength, not teamwork. Yalnız gücə əsaslanır da, belə deyək. Komanda oyunu ilə qəti şəkildə əlaqəsi yoxdur. Yenə only var, yenə avtomatik olaraq bizim cavabımızı yanlış cavab eləyir. Bunu nəzərə almanız lazımdır. Və Y variantı was rejected in most countries. Əksər ölkələrdə rədd edilib, yəni qəbul edilməyib. Bu da çox məntiqsiz bir cavabdır. Böyük ehtimal ki, bu cavabda olmayacaq. En azından burada da D və Y variantlarını sildik. A variantındakı always-ə görə onu da bir sual işarəsindən saxladıq. Və B və C variantlarından ikisi bizim ehtimal cavablarımızda. Amma məsələn, mən biraz məntiqlə düşünsəm, ola bilər ki, C variantı daha uyğun cavab kimi gəlir. Amma yenə də sonunda baxacağıq buna. Daha sonra 5-ci suala gəldik. Write a synonym of the word to upgrade from paragraph 1. Bax, burada kritik, belə deyək, diqqət etməli olduğunuz iki məsələ var. Birincisi, orada qeyd olunan paragraph 1 hissəsidir uşaqlar. Çünki paragraf sizə göstərilən abzasdır. Və o abzaslar da mətnin əvvəlində diqqət edirsə verilir. Baxın, birinci abzas, ikinci abzas və üçüncü abzas. Və
bu sualın o paragraf hissəsi əslində sizin dəstəyinizdir. Yəni, orada paragrafın birin verilməyi sizə ona göstərir ki, sizin cavabınız, dostlar, bax, bu çərçivənin içərisindədir. Yəni, siz mətnin buradan aşağıdakı hissəsində bunun cavabını tapa bilməzsiniz. Və sinonim, antonim, definition və bir də word sözləri işlənən test şərtlərimiz ki, burada da word-ü görürsünüz, sinonimi görürsünüz, antonim olar, aşağıda definition sözü var, növbəti testimizdə diqqət edirsinizsə. Bu sözlərin olduğu nümunələrdə sizin testinizin cavabı, dostlar, sadəcə bir söz olmalıdır. Sadəcə tək bir sözdən istifadə eləməlisiniz. Və burada da bizim upgrade sözü verilib. Biz birinci abzasdan upgrade sözünün sinonimini axtaracaq, yəni yaxın mənalı söz axtaracaq. Burada artıq sizin söz ehtiyatınız əlbəttə ki, mütləqdir. Yəni, mən bunu şansa və yaxud da təsadüfən bəlkə yazaram, amma burada mən sizə əlbəttə ki, söz ehtiyatınızı mütləq şəkildə artırmağı tövsiyə edirəm. Və elə baxmışkən bu sualı yerində qayıdıb birinci abzasdan tapa bilərik. Burada upgrade sözü inkişaf elətdirmək, gücləndirmək oyunlardan da bəlkə bu sözün tərcüməsini bilərsiniz. Və oxusaq mətni, burada doğru cavab görək harada olacaq bizim üçün. Dostlar, burada doğru cavabımız improve sözüdür. Bax, diqqət edirsə, over time the rules were improved. Yəni, zaman artıq qaydalar inkişaf etdirildi. Upgrade inkişaf elətdirməkdir, improve da inkişaf elətdirməkdir və doğru cavabımız oldu improve sözü. Yəni, sadəcə bir söz, tək bir sözdən doğru cavabımızı tapırıq. Eyni şərt 6-cı sualda da var. 6-cı sualda sadəcə definition verilir, yəni sizə dırnaq içərisində hər hansısa bir sözün izahı verilir. Definition nədir uşaqlar? Məsələn, sizə qısaca deyir ki, yaşıl, yumru bir meyvə. Məsələn, ağlımıza alma gəlir və biz cavabda almanı doğru cavab kimi götürürük. Yəni, sizə hər hansısa bir sözü dolay yolla izah edir. İndi burada definition'ın içərisində diqqət edirsək, to work together for the same goal. Yəni, eyni məqsəd üçün birlikdə işləmək, birlikdə çalışmaq. Və bu sualın da cavabı paragraf 3-dür. Yəni, 3-cü abzasdadır. Biz bu dəfə artıq sırf bu çərçivəyə diqqət edib bu sualın cavabını tapmalıyıq. Və bu sualımızın cavabı da, baxaq görək, burada cooperate sözüdür. Bax, must cooperate sözüdür. Cooperate əməkdaşlıq eləmək, birlikdə işləmək. Eləməz to work together for the same goal anlayışına uyğun gəlir. Amma mənim sizə burada daha yaxşı bir təklifim olacaq, dostlar. Həmin təklif nədir? Definitionların başlanğıcındakı bəzi ipucular sizin köməyiniz ola bilər. Məsələn, bu definition diqqət edirsə to ilə başlayır, to work yazılıbdır. To ilə başlayan bir definition sizdən cavab olaraq fail tələb edir. And, Z artikelları ilə başlayan bir definition sizdən isim tələb edir. Bax, bu hissədə diqqətli olun. Yəni, bu sizin variantlarınızın sayını biraz da azaldır və cavab tapma ehtimallarınız avtomatik olaraq əlbəttə ki, artır. Yəni, mən bu suala 3-cü abzasdan cavab tapmalıyam və definitionda to-la başlayıb deməli, ancaq fail yazmalıyam. Buradakı faillərimiz hansılardır? Basketball is not only about physical strengths. Burada heç fail yoxdur, daha doğrusu fail to be deyə onu saymırıq. Burada has-dir, heç bunu da qeyd eləmirik. Cooperate sözü var, bu bizim onsuz doğru cavabımızdır. Score 2-dir, put 3-dür, daha sonra inspire 4-dür, play 5-dir, promote 6-dır, exchange də 7-dir. Yəni, bir düşünün bu qədər mətnin içərisindən cavab tapma ehtimalı, bir var 3-cü abzasdan cavab tapma ehtimalı, bir də var sadəcə 7 sözün içərisindən cavab tapma ehtimalı. Və əlbəttə ki, o sonuncu variant bizim üçün daha orijinal variantdır, daha rahat variantdır və 7 dənə sözün içərisindən əlbəttə ki, sözün mənasını bilməyimiz də önəmlidir, definitionu anlamağımız da önəmlidir. Amma ən pis halını əgər anlamasanız belə, bir var 7-də bir ehtimalınız olsun, bir də var bu qədər sözün içərisindən şansa, rastgele hər hansısa bir cavabı seçmə ehtimalınız. Yəni, 5-ci və 6-cı sualların cavabını artıq tapdıq. 7-ci sual şagirdlərin ən çox sıxıntı yaşadığı suallardan biridir. 7-ci və 8-ci suallar ən çətinlik çəkilən suallardır. Mən bu iki sualla bağlı ayrıca video çəkəcəm və hər bir suala ayrıca bir video həsr edəcəm növbəti videolarda. Çünki bu hissədə həqiqətən əlavə sırf toxunulmalı məsələlər var. Qısaca qeyd eləyək. Burada qeyd olunan bir cümlə var. Today, millions of fans around the world watch matches. And, dostlar, bu verilən cümləni, şərtdə verilən cümləni mətndən tapırsınız. Baxaq görək, mətndə yəqin ki, bu 3-cü abzasda olarmı? Bax, buradadır. 2-ci abzasını diqqət edirsinizsə, bu hissəsindədir. Today, millions of fans around the world watch matches and.
Bax, o enddən sonraki hissəni dostlar biz burada yazmalıyıq. Yəni yazaq həmin nümunəni. Ya da ehtiyac yox. Gəlin burada altından xətt çəkək. Many young players dream of becoming stars. Burada verilən cümlənin altından xətt çəkdik və bizim buradakı funksiyamız nədir? Biz bizə verilən cümlənin içərisindən iki sözü sinonim ilə əvəz eləməliyik və o əvəzlədiyimiz formanı cavab olaraq cavab kartımıza yazmalıyıq. Məsələn, many sözünün əvəzinə biz a lot of yaza bilərik. Sinonimdirlər, ikisi çox deməkdir. Daha sonra dream sözünün yerinə desire yaza bilərik. Dream arzu, istək deməkdir. Desire sözü də həm isim kimi, həm feil kimi işlənə bilir, arzudur. Become olmaqdır, becomingin yerinə being yaza bilərik. Amma burada dostlar, bax bir şeydə nəzərinizdə saxlayın ki, sizə verilən formalar hansı formadadırsa, əvəzlədiyiniz sözlər də o formada olmalıdır. Yəni burada siz feili ing ilə görürsünüzsə, əvəzlədiyiniz feil formasında ing ilə yazın. İsmi ses ilə cəmdə görürsünüzsə, ismi də cəmdə yazın. Yəni forma dəyişikliyi etməyin. Sadəcə sözləri sinonimləri ilə əvəz etməmiz lazımdır. Yəni bu hissələr dostlar bizim dəyişə biləcəyimiz sözlərdir. Hətta players sözü də var burada. Players oyunçulardır. Bunu sportsman sözü ilə əvəz eləyə bilərsiniz. Çünki buradakı idmançı mənasında oyunçulardır onsuz da. Amma mənim sizə tövsiyəm nədir? Baxın, mən many-ni dəyişdim, players-ı dəyişdim, dream-i dəyişdim, becoming-i dəyişdim. 4 dənə dəyişiklik elədim nümunənin içərisində. Amma siz ən əmin olduğunuz 2 dənə nümunəni seçin, sadəcə o 2 dənə nümunəni dəyişin. Çünki 2 dənə nümunəni düzgün şəkildə dəyişmək onsuz da sizə tam bal verir. Yəni burada əlavə qəhrəmanlığa ehtiyac yoxdur. 3 dənə, 4 dənə dəyişiklik etdiyiniz halda səhv eləmə ehtimalınız da avtomatik olaraq yaranır, çoxalır. Niyə belə bir riskə gedək ki? Dəyişin. Kitabçanızın içərisində 3-4 dənə versiyanız varsa dəyişin. Amma sonda ən əmin olduğunuz 2 variantı cavab kartınıza yazmağınız məsləhət görülür. Və dostlar, sonuncu 8-ci sualımız əslində bu heç mətndən bağlantılı da bir sual olmur. Düzdür, sualın özünün mətnə müəyyən bağlılığı olur, amma cavab mətndən əlaqəli deyil. Və sizə 3 cümlə ilə burada suala cavab yazmaq tələb olunur. Burada da ən azı 3 cümlə şərti qoyulur, amma siz daha çox 4-5 cümlə yaza bilərsiniz. Yenə də tövsiyə edirəm ki, keyfiyyətli 3 cümlə yazın, artıq olması ilə kifayətdir. Which sport do you like most of all? Hansı idman növünü ən çox bəyənirsən? Bu artıq sizin şəxsi fikriniz olmalıdır və burada sizə tövsiyəm uşaqlar, mətndəki məlumatlardan ümumiyyətlə istifadə etməməkdir və hətta çalışın, ümumiyyətlə məsələn sizə hansı idman növü soruşur? Basketbol yazmayın, başqa bir idman növü yazın. Çünki basketbol yazdığınız halda insan qeyri-ixtiyari da olsa mətndəki fikirlərə müəyyən şəkildə müraciət edir. Amma başqa bir idman növü və yaxud da başqa bir istiqamət yazanda məcbur artıq sən öz şəxsi fikirlərini yazmalı olursan. Bu da sənin həqiqətən də cavabına müsbət şəkildə təsir edir. Bu sualla da bağlı ayrıca videomuz olacaq. Çünki bununla da bağlı sizə ipucular verəcəm. Cümlələri necə qurmaq lazımdır. İrəli videolarımızda ondan bağlı danışacağıq. Və dostlar, sonda biz suallara baxdıqdan sonra, sualların hər birini analiz elədikdən sonra qayıdıb mətnimizi bir dəfə başdan sona oxuyuruq və mətni oxuyarkən sizə tövsiyəm budur ki, bilmədiyiniz sözlərlə bağlı panikaya düşməyin. Çünki o bilmədiyiniz söz onsuz da həmin anda sizdə yoxdur və panika sadəcə sizi biraz stres olaraq da narahat eləyəcək, digər suallarınıza da keyfiyyət olaraq təsir edəcək. Bilmədiyiniz sözlər sanki yoxmuş kimi mətni anlamağa çalışın. Çünki bəzi hallarda, əksər hallarda hətta mətnin ümumi mahiyyətini başa düşmək kifayət edir. Yəni məcbur deyilsiniz ki, mətni 100% şəkildə başa düşəsiniz. Sırf definition, leksik olan suallarda sözləri bilmək tələb olunur, amma mətni ümumi oxuyarkən bilmədiyiniz sözlər sizə mane olmamalıdır. Çalışın kontekstdən ümumi mənanı anlamağa çalışın. Cümlə sizə nə deyir, mətn sizə nə deyir, onu anlamağa çalışasınız. Belə, mən bu mətni də sizə nümunə olaraq qrupa göndərəcəm. Cavablarını da göndərəcəm həmin mətnin və mən tövsiyə edirəm ki, mətnin cavablarını artıq siz özünüz işləyəsiniz. Cavablarını özünüz tapasınız. Əslində 2 sualın da cavabını mən öncədən verdim sizə. Və bu formada ən azından ilk bir giriş readingimizi tamamlamış olacaq. Başda da qeyd elədim, burada məqsədim sizə mətnin cavablarını yox, mətni necə işləməli olduğunuzu göstərmək idi. Bugünkü videolarımız yekunlaşdı. Sabah 3-cü günümüzdür. Planınıza baxın. Sabah görüşərik.